Böyle bir sual yaranır ve bu sualın cevabında, etrafında görkemli şahsiyet, büyük bir imam İbn-i Qayyim rahimehullah çok nefis bir cevabla öz kitabında bunu cevaplandırır. Gelin bu sualı evvelce getirerek, hatta o sualın neticesi olan bu kitabın semeresinden faydalanır. Sizce Adem aleyhisselam o meyveni yemeseydi de ne olardı? Hamımız cennette oturacaktı bu satça. Dünyanı hiç kim görmeyecekti. Öyle değil. Çünkü hamınız, atanız Adem'in belinin içindeydi. Onun belinin içinde olması delil göz qabağında. Sahih Buhar'da geçir. Hemşinin Müslim'de gerisinde. Allah subhanahu teala Arafa'da Adem'in beline mes çekti. Ve onun onurgasından bütün zürriyetini zerre şekilde düzdü. Ve dedi, Elestu bi Rabbikum? Sizin Rabbiniz mən deyiləm? Qalu bele. Dediler, bəli. Ve bu hadis əsli Kur'an-ı Kerim'in A'raf suresinde üstesini tapır. Yani biz hamımız Adem'in belindeydik. Hemçinin əqli delillerden bizim burada mevcut olmamız, hamımız Adem'denik. Vel Ademu minet turab. Adem de turbaktandır. Adem o meyveni yemeseydi, fikirləşin, yemeseydi, hamımız bu sadece cennette oturmuştuk. Hamımız. Bəs kafirler, kafirlerdi. Bəs kafir mümindən seçen neydi? Heç nə. Onda sual çıxır. Adem o meyveni yemeliydi mi? Sual doğurur. Görəsən yemeseydi ne olardı? Vallahi Adem aleyhisselamın o meyveni yemesi Havva ile beraber ezelden ilahi təqdirdeydi. Delil de Sahih Buhar'da geçir. Meyrac'da ruh dünyasında Musa ile Adem höcətləşir. Musa aleyhisselam Adem'i qınayır. Deyir, ey Adem, sen o ağacdan niye yedin? Yani sen yedin, bu musibetler bundan sonra başladı. Adem aleyhisselam evladı olan Musa Kelimullah'ı bağlayır. Deyir, ey Musa, Allah'ın ezelden təqdiri ettiği bir şeye göre beni qınayırsan, Allah'ın ezelden təqdir ettiği bir şeye göre beni qınayırsan, yani bu ezelden təqdir olmuştu. Ve vallahi doğrusunu Allah bilir, o ağac ile ona göre yaratılmıştı cennette. Aslında o cennet ağacı değil, böyle bakanda. Cennette kadağı yoktu ha. وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ Cennette lanetlenmiş ağaç olabilmez. Asla o ağaç məqsəd yönlü cennette yaratılmıştı. Ve Allah subhanahu ilahi təqdirindən, hikmetinden dedi ki, Adem ve Havvanı iblis saptıracaktı. Ve onlar o ağacdan yemeliydiler. Hatta mən deyirəm rahat. Neticede Allah subhanahu teala'nın mükemmel, hikmetli bu şah əsəri meydana gəlməlidir. İndi baxın İbn-i Qayyim faydalarını necə çıxardır. Əd-ziddu şey tuzhiru ziddahu. Bir şeyin əksini görmeden onu bile bilmezsen. Bir şeyin əksi onun mahiyetini üzə çıxardar. İndi biz cennetten düşmüşük bura. Düzdür mü? Burada ne var? Vasabun ve nasabun. Baş ağrı, ürək bulanma, təzik, oynuyor, aşağı düşür, yukarı düşür. Aşağı düşəndə halın gedir, yukarı düşəndə halın pisləşir. Qarın sancıları, iç xəstəlikləri, yataq xəstəlikləri, ayağını sındırırsan, qolunu sındırırsan. El-hüzün, hüzün var. Vel-karb, vel-kədər, kədər güssə. El-humum, vel-humum, borca düşmek, sıkıntı geçirmek, ruzu daralır, ruzu genişlenir başka bir fitne, ruzu çoğalır başka bir fitne, ruzu elden gelir başka fitne. Daha burada neler var? Bunların hiçbir cennette yoktur. Bu musibetlerin dadına, hamısına bakıp, səbir etmek, səbir kimi bir nimeti üzə çıxartmış olur. Neticede Allah Subhanahu Teala'nın sıfatlerinden olan
Vallahu yuhibbus sabirin. Allah sabredenleri sever. Sıfatı tecelli edir. Bu isimden tecelli eylen sıfatı meydana gelmesi için gerek cennetten evvelce burada düşerdin ki hatta sabir ehli olasan, sabir denilen bir şey ne olması meydana gelsin ki neticede de Allah Teala hemen o sabredenleri sevir. Yoksa Allah Subhanahu Teala bu sabredenleri sevir sıfatı tecelli etmeyecekti. Çünkü cennette bu şeylerin hiçbiri yoktu. Cennette la nasabun ve la vasabun ve la değil, cennette ne baş ağrısı var, ne ürey bulantısı var. Hatta içtiğin şaraplar ürey bulandırmır. Üzülsem kusma boğma getirmir. Başka cenlendirmir. Serhoş edemir. Əqli qəlbdən aparmır. Həz verir. Cennette haram yoktur. Cennette hara vursan çıksan mubah, halal, hamısı halaldır. Baş ağrı yok. Ürey bulantısı yok. Sancılar yok. Həlim o nedir? Qocalmaq yok. Yorulmaq yok. Həlim o nedir? Yuxu yoktur. Yuxuya ehtiyac yoktur əsla. Yorulmaq yoktur ki de yuxu da yoktur. Təsəvvürlə. Yuxu bile yoktur. Hatta mürgülemek yoktu diye cennetin her dəqiqəsi nimətdir. Birdən o nimət kaçar. Mürgüləyən vaxta düşər. Yani Allah Teala seni daha mükemmel bir şekilde süzgecden geçirip daha mükemmel bir dünyaya, ahiret dünyasına qaytarmaqdan ötürü evvelce bu dünyadan geçmeliydin. Ve Allah Subhanahu Teala'nın bu şah eseri, bu yaratılma gayesi o ağacın mütləq yeyilmesinden sonra başlayabilirler ancaq. Onlar qovulacaq, bura düşecekler. Burada her cürə müsibət, kərb, qüssə, hüzün, bəla, müsibət. Təsəvvürlə cennette bunların hiçbiri yoktur. Üzr istəyirəm, kiçik, böyük ehtiyac yoktur. Küfürmək belə yoktur. Küfürmək belə yoktur. Tər, müsküdür. Gözəl ətirdir. Təsəvvür cennette bunların hiçbiri yoktur. Sen onların nimet olduğunu necə dərk edə bilərsən cennette? Bunların əksini görməmsən axı. Heç vaxt dərk edə bilməzdin. Təsəvvürlə. Cennette haram yoktur. Hara vur çıx, halalın içindən çıxa bilmirsən. Cennette sənin sahəndə olanlar hamısı sənin halal mülkündür. Hurul ayn və zəvcət. Hər xeymələrdə zövcələrin var. Hara vur çıx, hətta orada şəhvət halaldır. İndi Allah Subhanahu Teala aralarınızda kişi istəyir görsün. Və kişi qızı olanları görmək istəyir ki, şəhvətlərini Allah'a haram ediblər. Yalnız nikahla kifayətləniblər və nəyə ki Allah icazə verib. Qırağa çıxmırlar. Həmin o insanları digərlərinə seçməkdən ötürü bu dünyaya düşmək lazım idi. Bu dünyaya enmək lazım idi. Çünki cənnətdə bunu seçmək mümkün deyil. Cənnətdə haram yoxdur. Məhdudiyyət yoxdur. Qınaq yoxdur. Qadağan yoxdur. Ne eləsən pak, təmiz və mubahdır. Haramlar yoxdur. Qadağanlar yoxdur. Allah Teala sənin səbrini necə yoxlaya bilər orada? Bunu eləmə, onu eləmə, onu. Allah Subhanahu Teala sifətlərindən də Əl-Məlik, Vəl-Məlik, və Məlikil-Mülk, və Məlikül-Əmlək, Vəl-Məlik. Şahların şahı. Allah Teala'nın da mülkiyyətindən, sultaniyyətindən qadağalar qoyması, icazələr verməsi və ona təslim olunması. Orada da o görsənmir axı. Bunun əksini burada yaşamadıkça Allah-u Teala'nın məlik sifətini necə dərk edəcəkdin ki, o məlikdir. Çünki cənnətdə hər biriniz məliksiz. Başınızda taclar var. Bahalı qaşlardan, qızıldan. Paltarlarınız qızıl. Bütün cəvahirat. İpək burada haramdır. Cənnətdə hər biriniz məliksiz, sultan. Minlərlə xadim və xadiməniz var sizin cənnətdə. Saraylarda yaşayırsınız. Saraylarda biri-birindən gözəl. Gözün görmədiyi, qulağın eşitmədiyi, dilin vəsf edə bilməyəcəyi, ağlın dərk etmədiyi gözəllikdə, füsunkarlıqda orada saraylar, daha nələr var. İndi sən həqiqi məliki, onun mülkiyyətinin, onun sultaniyyətini dərk etməkdə ötürü əvvəlcə qul olmalıydın. Dünyaya düşməliydin. Və əl-ubudiyyə uca məqamdır. Allah Teala səni ubudiyyə məqamında görmək istəyir. Və bu peyğəmbərlərə hətta ən fəxir olan məqamdır. Subhanəl-ləzi əsra bi'abdihi.
Həmd olsun, münezzeh olur Allah'a ki kulunu gece ile, İsra suresi, kulu adlandırdı. Çünkü ubudiyye, kul məqamı yüksek məqamdır. Cennette bu məqamı hiss eləmirsən sən. Eğer cennette yaşasaydın, başında tac, cavahirət içində, sultaniyetin, hədsiz. Hətta mələklər sənin yanına qonaq gələndə icazə alırlar. Cənnəti belədir. Bunu mən demirəm, Süfyan Thawri deyir. Orada necə hiss eləyəcəkdir ki, həqiqi məlik odur. Həqiqi məlikül mulk və mulkül əmlak odur. Yəni burada ubudiyyə. Və ubudiyyə məqamı Allah Subhanahu taala'nın ən sevdiyi məqamlardan olduğu üçün Allah Teala peyğəmbərin ən ülvi məqamlarda onu ubudiyyə məqamı ilə çağırır. Elhamdülillahillezî enzele ala abdihil kitab. Hamd olsun Allah ki kuluna kitabı nazil elədi. وَلَمَّا قَامَ عَبْدُ اللّٰهِ يَدْعُوهُ. O zaman ki bizim kulumuz kalktı ibadet eləməyə, kulumuz. Bir kulun Allah'a kulluk, ubudiyyə, iftiqarını ərz eləməsi o kulun ən ülü məqamıdır. Ən şərif məqamıdır. Allah talaqatında ən ülü məqam. Bu məqam təcelli olsun deyə insan dünyaya düşməlidir. Çünki ahirette bu mümkün deyil. Əslində o ağac məqsədünü yaratılmışdı. Və ondan Allah Taala'nın əzəli ilahi təqdirində yeyilmək yazılmışdı ki, Allah Teala bu şah əsəri təcəlli olsun. Allah Subhanahu Taala'nın bizə məlum olan 99 ismi var. Digər isimləri qiyamət günü. Digər isimləri ahirətdə. Digər isimləri gizlidir. Bəlkə elə isimlər var ki, heç vaxt açılmayacaq. Çünki açılsa da dərk eləməyəcəksiniz. Çünki heç bənzəri yoxdur onun. Təkcə bu 99 ismin hamısı ki, bu dünya üçün bunlar kifayətdir. Açılsın deyə dünyaya gəlmək lazım idi. Ne üçün? Bəli, rəzalətə düşməliydin. Günaha batmalıydın. Sonra gizli xəlvətdə günah etdiyin yerdən qalxıb, gedib dəstəmaz almalıydın. Hönkür ağlayıb, sızlamalı, tövbəli, Allah'tan bağışlama istəməliydin. Onda Allah Teala'nın Ət-Tevvab sifəti təcəlli edəcəkdir. Onu biləcəksən ki, Allah Subhanahu Tevvab ismi var. Tövbələri sevən, tövbələri qəbul edən. İnnallah yuhibbut tevvabin vel mutatahhirin. Allah Teala şübhəsiz ki, çox tövbə edən. Çox tövbə edən nə deməkdir? Demək ki, çox günaha batırlar ki, çox tövbə edirlər. Cənnətdə bu mümkün deyil. Cənnətdə günaha batmaq şansı yoxdur. İmkaniyyəti yoxdur. Allah Subhanahu Teala bu 99, təkcə 99, digər işləmlər hələm yox. Təcəlli etsin deyə bu dünyaya gəlmək lazım idi. Hətta günaha batasan, çökəsən, rəzil olasan və sonra tövbə eləsən, Allah'a qayıtasan. Onun önündə sızlayasan, ağlayasan, hətta Allah Subhanahu Teala'nın Tevvab sifəti. Ar-Rauf, El-Afu, əffedən, keçən. Allahu Ekber. Səbir etməsi, həmçinin misal. Və digər bütün isimlər və sifətlər bu şəkildə təcəlli edir. Baxın, bu dünyada Adem'in zürriyyəti ikidir. Cənnət əhli və cəhənnəm əhli. Elə deyilmi? Kafir bəndələri, iman etmiş bəndələri. Düzdürmü? İndi təsəvvür eləyin, Adem əleyhissalam zürriyyəti ahirətdə, yəni daha doğrusu zürriyyəti cənnətdə işıq üzü görsə, dünyaya gəlməsə, kafir qardaşları, bacılarını, möminlərdə necə seçəcəksən? Hamı Allah'a görür. Cənnəti haqq etmək lazım idi. İbn-i Qayyim bu risalələ belə başlayır. Allah-u Teala Adem'i daha mükəmməl bir şəkildə ora qaytarmaqdan ötürü hikməti ilə onu buraya düşürtmüşdü. Daha mükəmməl şəkildə qaytarmaq üçün. Onu və zürriyyətini. İndi baxın, misal çəkəm bizə. Təsəvvür edin, bu dünyada nə çox Allah'ı inkar edənlər var, elə deyilmi? وَاِنْ تُطِعْ اَكْثَرَ مِنْ فِي الْأَرْضِ يُضِّلِكَ عَنْ سَب۪يلِ اللّٰهِ. İnsanların əksəriyyətinə məhəl qoysan, səni Allah'ın yolundan saptırarlar. Onlar çoxlu təşkil edirlər. Hindusu var, Buddisi var, müxtəlif özündən din icad edirlər. Allahsızları, ateistləri, deistləri, daha. Düzdürmü? Onlar çoxlu təşkil edirlər. Və Allah'ı əsla inkar edənlər var. Mən görmürəm, deyir. Mən onu hazırda görmürəm, eşitmirəm. Sənsə subhanallah imanda elə bir dərəcəyə çatmışsan ki, sanki onu görərmiş kimi, eşidən kimi ibadət edirsən. Gecənin bir vaxtında dəstəmaz alıb, xəlvətdə Allahla tək başına qalanda, onun huzurunda, onun kitabını oxuyanda, dərk eləyəndə, münaca edib, ilha edib,
ısrarla dua eləyəndə, səcdədə ağlayanda sən onun yanında olursan, ona yaxın olursan, onu çağırırsan, onu hiss edirsən. Hələm sən eşitməyə. Gör, birbaşa eşitsəydin necə olardı? O cənnətdədir. Birbaşa görsəydin, söhbət olsa necə yerlərdi? Axı kafirlər bunu haqq eləməyiblər. Onlar bir dəfə hələm süzgərdən keçməli idilər. Liyəmizallahul xabitə minət-tayyib. Allah Taala pisliklərdə yaxşılıqları seçmək üçün. Adam deyir ki, mən onu görmürəm. Nətər şəhadət eləyib? Bunun cənnətdə nə işi var? Bu cənnətlik deyil axı. Nə olsun ki, orada yaratılıb? Atasının belində. Ora layiq deyil. Cənnətdə hamı Allah'ı görür. Hamı. Cümə günü Allah Taala bütün cənnətin dərəcələrindəki olanları Əffiyah vadisinə qonaq edir hər cümə. Bütün cənnətin dərəcəsində olanlar hamı Allah'ı görür. Bu dünyada görməyə iman edəcəksən. Görməyə, canlı eşitməyə şəhadət edəcəksən ki, hətta o dünyada ora daxil olmağın haqq olsun. Ora darul qarar, əbədi qərar yerdir. Bura darul məmar, keçici yerdir, keçid yeridir. İndi təsəvvür edin, həmin o bəndələr, təsəvvür edin, yəni biz onları seçə bilmərik qiyamət günü. Cənnətdə əgər bir başa orada olsaydılar. Düz hamı görür Allah'ın. Siz bilirsiniz Adəm Aleyhisselam necə yaratılmışdı? İbn-i Qayyim Rahimullah bunu elə həmin əsərdə gətirir. Miftah Darüs-Səadə kitabında. Dedi ki, Allah Teala Cəbraili göndərdi. Dedi, get yerdən qum gətir. Bizim bünövrəmiz, qardaşlar, cənnətdəki qumdan deyil. Bizim bünövrəmiz, tapdaladığımız, ayağımızın altında olan bu torpaqdakı qumdandır. Bilirsiniz onu. Cəbrail Aleyhisselam gəlir və torpaqdan qum götürür. Bu qumun içində olur sarı, qara, qırmızı, çəhrayı, boz, çıngılda, şüşə, hətta kəsici alətlər olur. Təsəvvür edin. Cəbrail Aleyhisselam bu qumları toplayır. Və gətirir hara? Adın bağlarına. Haradakı Adəm yaratılacaq. Əmr olunur və onun üzərində su tökülür. Bu qumun içində müxtəlif qumlar var. At-tayyib vəl-xabis, pak və pis, təmiz və çirkli, yarayan və yaramayan. Və sonra bu tərkib olan şey var. Adəmdə nə edəcəkdir? Özünü göstərəcəkdir. Birinci, Adəm sözün mənası torpaqda olan bu rənglərin hamısının qaçışıq adıdır. Bilirsiniz onu? Həmin bu rəngləri qaçışdır. Torpaqda olan bu rəngləri hamısını topla bir ara qaçışdır. Sor rəssama, bunun adı nədir? Rəssam deyəcək ki, oxra rəngi. Rəssamlarda bu oxra rəngidir. Onlar oxra rəngini bölürlər. Oxra, Qafqazki, oxra, Zakarpatski adlar var da. Biri aşağı, biri tünd, biri lat tünd. Bu torpağın rəngləridir. Hətta rəssamlar üçün bu rəngi əldə etmək asan iş deyil. Onun için de sarı müt olmalıdır, kırmızı olmalıdır, biraz çok az qara olmalıdır, biraz çehra olmalıdır, bütün renkler olmalıdır. Allah Teala Cəbrailə əmr eləyəndə Cəbrail Aleyhisselam bu qumu gətirir. Bunun tərkibində bunlar hamısı var. Bunlar hamısı süzgəcdən keçməlidir. Necə Allah Subhanahu buyurur ki, "Liyəmizallahul xabitə minət-tayyib." Allah Teala pislikləri yaxşılıqdan ayırsın. Bunların içərisində iman edənlər var. Görməyə, eşitməyə şəhadət edənlər var. Bəl bunların içərisində Allah yolunda döyüşüb canlarını qurban edənlər var. Cənnətdə döyüş var, sual verirəm. Şəhadət var. Bəs Allah Subhanahu buyurur ki, "İnnallaha iştara minel mu'minina anfusahum və amwalahum bi enne lehumul cennə." Allah cənnət müqabilində, qarşılığında möminlərdən satın almışdı. Onların canını və malını. Mükafat əslə cənnətdir. Allah Teala onun yolunda qurban öz canını verənləri sevir. Cənnətdə bu mümkün deyil. Gələ bu dünyaya gəlməliydi. Allah yolunda döyüşməliydi. Canını qurban verməliydi ki, hətta Allah Teala'nın övliya, dostları və sevdiklərinin olmalıdır. Yaxşı, yer üzərində Ənbiya və Mürsəlin var. Allah Teala'nın ən seçdiyi, məxsus özü üçün seçdiyi, sevdiyi qullar var. Onlar orada olmayacaqdı. Elə deyil. Cənnətdə orada olmayacaqdı. Risalə kimə gələcəkdir? Kimə peyğəmbər gələcəkdir? Və bu peyğəmbərlər necə hədislərdə gəlib, Allah Teala yerlər və göyləri 50 il yaratmamışdan öncə ruhlar içərisində bu peyğəmbərlərin ruhunu məxsus seçib özü üçün. Bunlar ən pak, ən ülvi, ən təmiz ruhlardır. Peyğəmbərlər ruhları. Fikir verin.
Yani gerek bu dünyaya gelesen ki hatta o peygamberler gönderilsin. Düz değil mi? Yani cennette bir baş olsaydı onları hiç fakir insanlar görmeyecekler. Onlar seçilmeyecekler insanlar arasında. Allahu Ekber.